Əziz abituriyentlər və valideynlər, 1-ci və 4-cü qruplar üzrə balların hesablanma qaydasını sizə təqdim edirik. Ballar bu cür hesablanır. Birinci qrupda riyaziyyat, fizika, kimya və yaxud informatikadan imtahan verilir. Kodlaşdırılan bilən suallar 27 ədəddir riyaziyyatda. Hər biri 4,54 balla hesablanır. Yəni 27-ni vururuq 4,54-ə. Siz əgər bu suallarda neçəsini tapmışsınızsa, məsəl üçün 10-u, 15-i, 27-si, 20-si, bunları 4,54-ə vurursunuz. Lakin 3 ədəd həlli tələb olunan suallar var ki, onların da hər birini 9,1 balla hesablayarsınız. İkisini tapmışsınızsa, düzgün yazmışsınızsa, 2-ni 9,1-ə vurursunuz. Fizikadan isə riyaziyyatda olduğu kimi həll edirik. Keçək kimyaya. 27 ədədin hər birini 3,3 balla hesablayırlar. Həlli tələb olunan suallar isə 3 ədəddir və hər biri 6,6 balla hesablanır. Qeyd edim ki, kimya və informatikanın hesablanması eyni cürdür. İnformatika alt qrupu üzrə blok imtahanından 100 bal yığmayan abituriyentlər kəsilmiş sayılır. Ən çətin qruplardan biri olan 4-cü qrupun ballarının hesablanması qaydası. Biologiya kodlaşdırıla bilən suallar 27 ədəddir. Hər biri 4,54 balla. Həlli tələb olan suallar isə 3 ədəddir. Hər biri 9,1 balla hesablanır. Yəni, yazdığınız suallardan 27 ədədindən neçəsi doğrudursa 4,54-ə vurursunuz. 3 ədəddən neçəsi düzdürsə 9,1 bala vurub üst-üstə gəlirsiniz. Kimyanın hesablanması da 4,54 bal 27 ədədə, 3 ədəd həlli tələb olunan suallara isə 9,1 baldır. Fizikanın hesablanması qaydası. Kodlaşdırıla bilən suallar 27 ədəddir. Hər biri 3,3 bala. Həlli tələb olunan suallar isə 3 ədəddir. Hər biri 6,6 bala vurularaq hesablanır. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, Ali məktəbin tələbəsi adını qazanacaqsınız.